bizim üzərimizə düşən və hər bir müsəlmanın üzərinə düşən görevlərdən biri də əməllərinin batil olmasından çəkinməsidir. Fikir verin, əməllərin fəsada uğramasından hər bir insan qorxmalıdır. Və bu da bizim üzərimizə düşən görevlərdən biridir. Bu da necə olur əziz qardaşlar? İnsan bilməlidir ki, əməl nə vaxt batil olur? Əməl o zaman batil olur ki, bir insan əməlini Allahdan başqası üçün etdikdə, riya üzərində təqdim edərsə, o əməllərin Allah qatında heç bir dəyəri olmayacaq. Ona görə insan əməllərini Allahın huzurunda təqdim etdikdə mütləq riyadan uzaq olmalıdır. Çünki insanın əməlinin başlıca batil olmasının səbəbi əməlinə riyanın daxil olmasıdır. Riya nədir? Əməlini insanlar üçün təqdim etmək. Dünya üçün, dünyada insanlar görsün, mədh eləsin, razı qalsın deyə. Çünki bu insanın əməlini batil edir. Və eyni zamanda riya göstərişdir əməli, eyni zamanda da insan öz söylədiklərini kiməsə də eşitdirməsi ki, insanlar onun söylədiklərini tərif eləsin, mədh eləsin və ondan razı qalsın. Və bu da sum'a adlanır. Yəni insan göstərişdən və sözlərinin insanlar tərəfindən mədh olunmasından çəkinməlidir. Çünki bu insanın əməlini batil edir. İnsan qorxmalıdır ki, o əməl əgər batil olarsa, Allah qatında heç bir dəyəri olmayacaq. Hər bir müminin, hər bir müsəlmanın üzərinə düşən görevlərdən biri də budur ki, əməlinin batil olmasından çəkinməlidir.